onun amalı vətən olur. Gəlin, bugünkü gündə bəyək deyildi, şəhidlərimizin ruhu şad olsun. Heydər Əliyevin ruhu şad olsun, ulu öndərimizin. Hansı ki, Elbrus Orucun yüksək qiymətini verib, mənim yüksək qiymətimi verib, İlhan müəllimin yüksək qiymətini verib. Burada bir çox insanların yüksək qiymətini verib. Və bugünkü gündə də Elbrus Orucun 70 yaşında da mən sizə tam səmimi deyirəm. Ailəsi də xəttirə dəyməsi ki, birinci Azərbaycanı düşünür. Necə ki mən. Elmira xanım mənim də yoldaşım burada təsdiq eləyə bilər. Cavanşir mənim müəllimim, rəhbərim burada təsdiq eləyə bilər. Biz bugünkü gündə də, bu yaşımızda da Azərbaycanımızı düşünürük, vətənimizi düşünürük. Çox şükürlər olsun. Biz yetişdirdiğimiz, Cənab Prezident İlhan mənim demişkən, leytinantlar onun yetişdirdiği, sonra bizim rəhbərlik altımızda xidmət elədiyimiz zabitlər bugünkü gündə torpaqlarımızı işğaldan azad elədilər. Ərazi bütövlüyümüzü bərpa elədilər. Və bunu bir məxfi məsələni deyil. Bunu bir Allah bilir, bir Cənab Prezident bilir, Elbrus Orucu bilir, mən bilirəm. Burada da bir neçə bizim generallarımız, zabitlərimiz bilir ki, İkinci Qarabağ müharibəsində də biz də bir veteranlar kimi, biz pensionerlər kimi sırada olmuşuq, səngərdə olmuşuq, əlimizdən gələni eləmişik. Gəlin, bu sağlığı Elbrus'un 70 illiyində onun ən çox istədiyi, yəqin ki, bu arzu dilək olacaq. Qoy Azərbaycanımız çiçəklənsin, qoy Azərbaycanımız güclü olsun, qoy Azərbaycanımız sağlam olsun, mübariz olsun, toxunulmaz olsun, şanslı olsun, bütün məsələlərdə də qalib olsun. İnşallah. Sağ olun, var olun. Сегодня всем полковникам, генералам встали, я прошу.